Salam, 20 sınav imtahanının 9-cu sinif olan kitabından 14-cü sınava baxırıq. 14-də kimi videoları çəkib paylaşmışam kanalımda, istəsəniz baxa bilərsiniz. Həmişə kimi vəzirlisinə qulaq asırıq. Ehtiyac olarsa özünüz dayandırıb bir də qulaq asarsınız. Mən bir dəfə qoyum ki, vaxt itirməyək. Unit 14. Listen to the passage and answer the questions from 1 to 4. There are many interesting genres in literature, but most people adore detective stories. The typical features of a notable detective story are the fabulous and inventive plot, the increasing tension, the seemingly perfect crime, the wrongly accused person at the beginning, the great observation skills of a detective, and the unexpected outcome. The official founder of the Western detective was Edgar Allan Poe. In 1841, he published a story called The Murders in the Rue Morgue, which is considered the first example of this genre. The golden age of detective falls on the first half of the 20th century, when Agatha Christie produced a series of novels where she presented Miss Marple and Hercule Poirot. These two fictional characters have become the true symbols of detective fiction since then. People all over the world still read and watch the mysteries revealed by them. Suallarla başlayaq. Choose a correct answer to the question according to the passage. Who are considered symbols of detective fiction? Kim dedektiv fiction'ın simvolu hesab olunur? Əlbəttə ki, diqqətlə qulaq assaydıq, bilərdik ki, söhbət Miss Marple and Hercule Poirot'dan gedir. Yenə də variantlara baxaq. Sherlock Holmes, burada sadəcə adlardır. Ona görə birbaşa cavabı qeyd edə bilərik. Birisi, bir dəqiqə qeyd edək də. Birisi. İkiyə baxıq. The golden age of detective fiction spanned the first half of the Qızıl era. Dedektiv fiction'da Qızıl era hansı əsrləri əhatə edirdi? Əlbəttə ki, 20th century. Biraz böyük oldu. Bir bənd belə yazaq. Üçə baxırıq. What's the passage mainly about? Mətn nə haqqında idi? Əlbəttə ki, detective fiction, dedektiv əsərlərdən söhbət gedirdi. Bəndi. Dördə baxırıq. Decide whether the statements are true or false. Səhv və yaxud da düz olan statementi tapırıq. Edgar Allan Poe is considered the official founder of Western detective fiction. Edgar Allan Poe qərbi dedektiv əsərlərinin banisi hesab olunur. Consider sözünə diqqət yetirin. Bəli, bu düzgündür. Bəndi. People around the globe hardly read the novels written by Agatha Christie. Dünyadan olan insanlar, dünya ətrafında olan insanlar çətinliklə Agatha Christie'ni oxuyur. Xeyr, Agatha Christie'ni tanımayan varmı? Agatha Christie introduced Miss Marple and Hercule Poirot. Agatha Christie, Miss Marple və Hercule Poirot əsərini təqdim edir. Bəli, düzgündür. Edgar Allan Poe published The Murders in the Rue Morgue in 1741. 1741-ci ildə Edgar Allan Poe bu əsəri yazmışdı. Xeyr. 5-ci sualımıza baxırıq. Bir dəqiqə yaxınlaşırıq biraz sual. Okay. Join the Green World Cup. Yaşıl Dünya Kubokuna qoşulun. Are you interested in helping the environment and making our school a greener place? Siz ətraf mühiti daha da yaxşı edib məktəbimizi və daha yaşıl bir yerə çevirmək istəyirsiniz? Then come to join at the Green World Cup. O zaman Yaşıl Dünya Kubokuna gəlin qoşulun. We are a group of students who care about the planet and want to make a positive impact right here at school. Biz bir qrup tələbəyik ki, planetin qarşısına qalmaq istəyirik və pozitiv təsirlər yaratmaq istəyirik. Impact sözünə diqqət edin, təsirdir. Whether it's planting trees, recycling, or learning about the ways to save energy, there is something for everyone to get involved in. Bitkiləri
əkmək, sonra recycle, yenidən istifadə etmək və yaxud da enerjini qorumaq, bunlar hamını cəlb edən işlərdir. Involve in sözünü də yadınızda saxlayın. In ilə işlənlər cəlb etmək deməkdir. Bu abituriyentlərə çox düşən bir şeydir. Buraxılış imtahanları. What kind of events does the Green World Club organize? Yaşıl Dünya klubu necə bir tədbir təşkil edirdi? Cavablara baxaq. Sports event xeyr. Niyə Yaşıl Dünya klubu idman tədbir təşkil etsin? Math competitions, riyaziyyat yarışı yox. Project protecting the planet, bəli. Planeti qoruyan proyekt. Classical music yox. Art exhibition yox. İncəsənət sərgisi, classic music heç biri deyil. Altıncı suala baxırıq. Join us for an exciting daily trip with the student council. Bizə həyəcanlı gündəlik səyahətlər üçün qoşulun, tələbə konsulu üçün. Explore tələbə konsulu ilə. Explore new places, make memories and learn while having fun. Yeni yerlər kəşf edin, yəni özünüzü yadınıza qalacaq işlər görün və əylənin. Don't miss out on this opportunity to bond with the classmates and teachers. Bu imkanı sinif yoldaşlarınız və müəllimlərinizlə dəyərləndirməyi əldən qaçırmayın. Remember to pack your enthusiasm and curiosity. Öz təşəbbüsünüzü və marağınızı bir yerə yığmağı unutmayın. See you there. Orada görüşərik. Who is organized the school trip? Məktəb səyahətini kim təşkil edirdi? The student council. Bəli, event. Digər variantlar səhvdir. Sadəcə mətnin diqqətli olsanız tapmaq olar. Dear Tom, Əziz Tom, I wanted to commend Mr. Brown for his outstanding efforts. Mən sənə Mr. Brown'un çox cəhdlərini demək istəyirəm. His hard work and dedication are truly appreciated and have made a positive impact on our team. Onun çox çətin işi həqiqətən qərarlandırılan və bizdə komandada pozitiv təsir yaradan işi oldu. Let's continue to support and recognize his contributions. Gəlin onu dəstəkləyək və onun tanıyaq contributionlarını, töhfələrini. Best regards, Mr. Richard. Hörmətlə Mr. Richard. Choose the wrong variant. Suala həmişə diqqətli olun. İndi isə wrong variant istəyir. Recognition for Mr. Brown's work yox. Mr. Brown işi üçün tanınma deyil. Appreciation for Mr. Brown's outstanding work yox. Ona qiymət vermək istəmirdi. Commendation xeyr. Acknowledgement xeyr. Congratulations bəli. Mr. Brown'u təbrik etmək üçün yazılmışdı. Yox, təbrik etmək üçün deyildi. Yəni səhv cavabımız budur. Qalan variantlar düzgündür. Mətninizə baxaq. The rock drawings of Gemgaya have been researched since 1968. 1968-ci ildən Gemgaya divarları araşdırılır. As a result of the research, turquoise-shaped settlements and rock drawings associated with the ancient architecture of Nakhchivan, which are also present in other monuments of Middle Asia, have been explored. Araşdırmalar nəticəsində o dairəvi dairə formada yerləşmə, qaya rəsmləri, Naxçıvanın qədim arxitekturası ilə olan əlaqəsi indi də Orta Asiyada hələ də tədqiq olunur. The walls of the residential buildings in Gemgaya are built from large and medium-sized rock fragments with the diameters ranging from 5 to 12 meters. Deməli, Gemgaya yaşayış binalarının divarları çox geniş və orta hesabla diametri 5-12 metrə çatır. The comparative analysis of Gemgaya has provided scientific results about the spiritual culture and fine arts of ancient Azerbaijan inhabitants. Gemgaya analizlərinin, komparativ müqayisə olunan analizləri
elmi nəticələri və mənəvi culture, mədəniyyətin nəticəsində təmin olunmuşdur və qədim Azərbaycanda məskunlaşan incəsənət nümunələrini göstərir. The majority of the ancient artistic representations discovered in Gemgaya describe animal figures such as goats, deer, oxen, dogs, wild boars and others. Deməli, qədim artistik Gemgayada təsvir olunan heyvanlar kəşf olunur. Goat, keçilər, marallar, öküzlər, itlər və s. Animal representations are generally depicted individually in groups or in herds. Heyvanların məskunlaşması adətən ya individual, tək təsvir olunur ya da qruplarda və yaxud da sürü halında. The selection of Gemgaya drawings is based on the simplicity and complexity of their compositions. Gemgaya təsvirlərinin seçimləri öz sadəliyi və mürəkkəb kompozisiyasına əsaslanır. The human figures are depicted either individually or in compositional scenes. Human insanlar adətən ya individual ya da mürəkkəb səhnələr təsvir edir. Some human representations are described with zoomorphic features in a fantastical manner. Bəzi insanlar zoomorfik xüsusiyyətləri fantastik tərzdə təsvir edir. Scenes of shepherds armed with bows and arrows, spears and other weapons are among the identified representations. Çobanların səhnəsi, əllərində ox, kaman və bəzi silah növləri aydın nümayiş etdirilir. 80 suala baxırıq. Choose a correct statement according to the passage. Mətnə uyğun olan düzgün cavabı seçin. The rock carvings of Gemgaya are both simple and complex. Bəli, Gemgayanın təsvirləri həm mürəkkəbdir, həm sadədir, bir düzdür. Gemgaya is known for its modern architectural designs. Yox, müasir niyə? Axı Gemgaya dedik qədim incəsənət nümunəsi. Gemgaya drawings primarily describe scenes from antique life. Bəli, qədim həyatdan söhbət gedir. Gemgaya is located in the center of the yox, ölkə mərkəzinə yerləşmir. Eyvənd. What's the passage mainly about? Mətn nə haqqında idi? The geography of Gemgaya, Gemgayanın coğrafiyası yox. Agricultural practice in Gemgaya, Gemgayada olan kənd təsərrüfatı praktikaları, xeyir. Geological formation of Gemgaya, Gemgayanın geoloji formasiyası yox. The ancient architecture and rock drawings of Gemgaya, bəli. Gemgayanın qədim arxitekturası və onun qaya rəsmləri. 10. suala baxırıq. What are the primary subjects of the ancient artistic representations discovered in Gemgaya? İlk qədim artistik Gemgayada kəşf olunan nümunələrimiz nə idi? Human figures and landscapes yox. Animals figures, bəli, heyvanlar idi. Heç mətni bilməzsiniz, ümumiyyətlə, yəni oxuyub bilmədiyiniz sözlər olsa da içində. Sadəcə oxuyubsan haqqında məlumatınız olsa, sanatla bu testi yaza bilərsiniz. Animal representations are commonly described. Heyvan nümunələri daha çox harda göstərilirdi? In larger gatherings, bəli. Separately, bəli. Ya toplu kimi göstərilirdi, ya da ki ayrı göstərilirdi. Mifik simbol kimi yox, abstract patterns kimi yox. Which statements are false according to the passage? Diqqətli olun, false there. The Gemgaya rock drawings primarily depict landscapes. Xeyr, sadəcə olaraq landscape mənzərələri göstərmirdi ki. The Gemgaya rock drawings describe agricultural activities. Xeyr, kənd təsərrüfatını göstərmirdi. Cavabımız 1-2. Yenə də digər bəyanatlara baxaq. Gemgaya drawings also describe scenes, antique human figures. Gemgaya qədim human insan figurlarını təsvir edirdi. Bəli, shepherd scenes are included among the description. Bəli, 3-4 düzgün. Çobanlar da göstərir. Çobanlar nə edirdi? Çoban səhnələri vardı. 13. suala baxırıq. The young, a prestige job if they. Baxın, if var. Deməli, bizə nə istəyir?
Şərh budaq cümləsini istəyir. Şərh budaq cümləsi isə if-dən sonraki tərəf indiki sayda, if-dən əvvəl isə will olur. Bir də the young sözünə diqqətli olun. Ola bilər ki, unudubsuz. The young, the old, the handicapped. Belə sözlərimiz vardı ki, bunlar isimləşmiş sifətlərdir və cəmlik tələb edirdi. Gənclər, qocalar, yaşlılar, əlillər və s. 14-cü suala baxırıq. Incorrect istəyir, səhv istəyir. Many silk dresses, düzgündür, many sayılan isimlə işlənir, dress sayılır, bəli. A few vegetable soup, a few sözü sayılanlarla işlədildiyi üçün iki səhvdir, bizdən səhv istəyir. A little cleaning powder, çox az təmizləyici vasitə, düzdür. Only a few are teachers olardı. 4 səhvdir, 2-4. Everybody save water and forest for a green world. Baxın, bir də out'un to'su yoxdur. Everybody ilə don't olmur. 1-3 asanlıqla sildik. Avtomatik cavabımız 2-4-5 qalır. Yeni də tərcümə edək. Sizə asan olsun deyə deyirəm. Out'dan sonra to olmalıdır deyə səhvdir. Everybody isə does olmalıydı. Don't yox, doesn't olmalıydı. Hamı suyu save etməlidir, yəni saxlamalıdır. And forest for a green world, yaşıl dünya üçün suyu və meşələri qorumalıdır. Yaşıl dünya üçün cavabımız bir bəndir. Bir bən, necə də gözəl yazıram. 16-cı suala baxırıq. Jane wrote lots of articles during the year. Baxın, passive voice istəyir, məchul növ istəyir. Məchul növ həmişə videolarda qeyd edirəm, uşaqlara da deyirəm, həmişə heç yadınızda cümlədə tamamlığı tapa bilməzsəz ki, necə olurdu tamamlıq, hansı sual cavab verirdi. Sadəcə olaraq çox vaxt, deyək ki, 80% xəbərdən sonraki söz sizin tamamlığınız olacaq. Lots of articles cümləmizin tamamlığıdır və məchul növdə bilirik ki, tamamlıq əvvələ gəlir. Mübtəda funksiyasını yerinə yetirir, gəldi əvvələ. Lots of articles cümləmizin zamanına baxırıq. Wrote keçmişdədir və passive voice-in keçmişini cəzələrdir. To be segreyə feilin üçüncü forması. Və articles sözünə baxırıq. Cəmdə olduğu üçün were written during the year. Lots of articles were written during the year. Bəli, cavabımız İbəndir. Lots of articles was olmazdı. Are olmaz çünki keçmiş zamandadır. Is olmaz, keçmiş zamandadır. Were written during the year. Were been olmaz. Yadınızda saxlayın. 2 dənə to be-ni yanaşı verə bilməzsiniz. Cavabımız İbəndir. 17-yə baxırıq. Teacher wants the children. Yenə də kompleks object, mürəkkəb tamamlıq həmişə düşür. Kompleks objectdə həmişə deyirəm, diqqətli olun. Yadınızda saxlayın. Want, segə feilin. Want yox, ümumiyyətlə feil, obyekt formada olan isimimiz və isimdən əvvəlki sözə baxırıq. Want sözü özündən sonra to tələb edir. Want to search and make. Baxın, 2 dənə to verə bilməzsiniz. And sözü sizə göstərir ki, mənim əvvəlimdə bir dənə to versən, məndən sonra gələn feilə də aid olacaq. Yəni cavabımız C-bəndir. Want istəgələk to-nu yadınızda saxlayın və belə bir sıra feillərimiz var ki, bunları əzbərləməliyik. 18-ci suala baxırıq. To overcome, qalib gəlməkdir. Dive into, suya da ümumiyyətlə nəyəsə hər hansı bir nəyisə qəfildən başlamaq, suya dalmaq mənasında var dive into sözü. To picture isə kiminsə və yaxud da nəyisə təsəvvür etmək. İndi cavablara baxırıq. Overcome, to succeed in controlling a problem, bəli, qalib gəlmək, problemlərin öhdəsindən uğurla gəlmək, dive into dedik ki, nəyisə qəfil başlamaq, nəyisə dalmaq mənasında, see, picture isə imagine, VCA bir bəndindədir. 19-cu suala baxırıq. Children really want to take vitamins. Baxın, bunu həmişə deyirəm, diqqətli olun. Really'dir, hardly'dir, belə bir sıra sözlərimiz var ki, bu sizə inkarlıq bildirir. Bu deyir ki, mənim cümləmi inkarda verin. Bura inkarsa deməli təsdiq verməz və xəbərə baxmalısınız. Want bilirik ki, feildir və want-a sualı nə ilə verirsinizsə, həvlə verirsinizsə, həv verin. Ayrıcı sualda kömək feilinizi. Do ilə verirsiniz,
do verin. Does da verirsiniz, does verin. Ona göre diqqətli olun. Və children sözü cəmdə olduğu üçün, want sözü cəmdə olduğu üçün ona görə də siz sualı do ilə verəcəksiniz. Do they. Əgər nəyisə başa düşməzsiniz, şərhlərdə yazın, yenə də izah verə bilərəm. Choose a correct concrete nouns. Düzgün konkret isimləri seçin. Konkret isim nə idi? Kimin yadındadır görəsən? Əlbəttə ki, konkret isimlər gözə gördüyümüz, toxuna bildiyimiz. Freedom, love, air hamısı abstraktdır. Cheer, sofa, confidence abstraktdır. Yəni əl vura bilmirik. İnamı necə inamı görə bilək. People, plants, animals bəli bəndir. D-də isə Essex sözü silir, E-də isə failure. Toxuna bilmədiyiniz, görə bilmədiyiniz bir şeylər abstrakt olur, mücərrət olur. Karim never was anything that can make him sad. Baxın, never var. Cümlə inkardadır. İnkardadırsa biz inkar verməliyik. Ona görə bu variantlar getdi. Bu da getdi. Neither do she olmaz axı. Neither does she olar. İbəndir. 22-yə baxırıq. The restaurant is provided. Provide bu iziyyatınızı saxlayın. Təmin olmaq deməkdir. Provide sözünün sinonimini istəyir bizdən. Əlbəttə ki, supply. Sinonimləri də əzbərləmək lazımdır. 23-cü suala baxırıq. Choose a correct interrogative sentence. Düzgün sual cümləsini seçin. Who know olmaz. Who'dan sonra birbaşa xəbər gəlirsə, yadınızı saxlayın ki, xəbər tək də olmalıdır. Who knows olar. Bəli, cavabımız İbəndir. Who does know olmaz. Does da know yanaşı gəlməz. Who does know yenə də yanaşı gəlib. Who doesn't know nothing. Doesn't nədir? Nothing nədir? Bu hara sığır? Cavabımız İbəndir. 24-ə baxırıq. Veterans are my favorite soldiers because they are brave. Who save others. Brave heroes. Deməli, veteranlar mənim sevimli əsgərlərimdir. Çünki onlar başqalarının həyatını xilas ediblər. Eybənd. Choose correct pairs of antonyms. Düzgün antonimlər istəyir. Similar, familiar. Xeyr, bunlar heç nə antonimdir, nə sinonimdir. Little, much, bəli. Different, various, sinonimdir. Earn, lose, bəli. Both, neither. 2, 4, 5. Bu qədər. Sualınız olarsa şərhlərə yaza bilərsiniz. Kanalımıza like edib abunə olmayı unutmayın. Hələlik.